Salam, biz bugün sizlərlə qəbul suallarından biri olan 70-ci suala baxacağıq. Sualımız verilənlər bazası ilə bağlı olan bir sualdır. İlk öncə onun şərtinə baxaq. Verilənlər bazasındakı məktəb cədvəlinə tətbiq olunan kitabxanadakı kitab sayı çıxılsın müəllim sayı 1200-dən aşağı olmalıdır və bu soruya uyğun olaraq da onların sıra nömrələrini biz müəyyən etməliyik. Deməli, biz birinci, yəni nömrəyə baxdığımız sıra nömrəsi 1-dir, düzdürmü? Gəlin 2250-dən çıxaq 214-ə. Baxırıq ki, 2250-dən 214 çıxanda 1200-dən yuxarıdır. Deməli, biz birincini götürməyəcəyik. Sonra isə 1400-dən 276-dan çıxdığımız zaman baxırıq ki, 1200-dən kiçik olur və bu da deməkdir ki, bu həmin sorğuya uyğundur. 2-ni biz götürürük. 931-dən 60-a çıxdığımız zaman zaten kiçik bir rəqəm alınır 1200-dən. 1496-dan amma 101 çıxdıqda isə 1200-dən kiçik bir rəqəm alınmadığı üçün 4-ü götürmürük. 625, 324'ü çıxdığımız zaman zaten 625 balaca olduğu üçün 5'i götürürük. 1474'dən 86 çıxdığımız zaman isə bu da 1200-dən kiçik rəqəm olmadığı üçün 6'nı götürmürük. Deməli, bizdən hansı rəqəmlər oldu? 2, 3, 5 və burada da ən uyğun variant D variantıdır.